Erkən nikah deyəndə biz 18 qanunla nəzərdə tutulmuş 18 yaşdan əvvəlki nikahı çox güman ki, nəzərdə tuturuq da. Biz ilk öncə onu aydınlaşdırmalıyıq ki, bu 18 yaş öz-özlüyündə uydurma sosial konstruktur. Və 2 dənə yaş həddi var. Avropada qəbul olunmuş 18 yaşdır, bir də ABŞ-də qəbul olunmuş 21 yaşdır. Onların hər ikisi kökü psixoloqların gəldiyi keçən əsrin ortalarında gəldiyi bir konsensus vardı ki, 18 yaşdan sonra beyin inkişafı dayanır, yəni ki, sən tam ağıllı qərar qəbul edə bilərsən, ortalama. Və Amerika psixoloqları o qərara gəlmişdi ki, 21 yaşdadır, beynin tam formallaşması bitir və ondan sonra insan ağıllı qərar qəbul edə bilir. Və dövlət üçün hər hansı bir rəqəm lazımdır. Təsvir olun ki, insanlar müxtəlifdir və hərəsi individualdır. 17 yaş 11 ayda maşın sürmək olmaz. Amma 17 yaş 12 ayda maşın sürmək olar. Dövlətlər üçün, qanun üçün hər hansı bir xətt olmalıdır. Amma individuallığa baxanda, ABŞ-də misal 16 yaşlı gənclər də artıq sürücülük vəsiqəsi ala bilir, maşın sürə bilir. Amma yalnız 21 yaşında içki içə bilir. Ona görə fundamental biz bunu anlamalıyıq ki, qanunlar çox əksər vaxtlarda dediyimiz iqtisadçılar ortalama ilə danışır. Ortalama 18 yaş həddi düzdür. Ya da ABŞ-da 21 yaş həddi düzdür. Amma ayrı-ayrı keyslərə baxanda, əgər misal üçün oğlan uşağı deyək ki, 10 yaşından işləməyə başlayıbdır, mənlə kriptovalyuta alıbdır və artıq 16 yaşında multimilyonçudur, ev ala bilibdir özünə, maşın ala bilibdir özünə, indi zinə etmək istəmir də, ailə qurmaq istəyir. Və gedir 22 yaşlı institut bitirmiş bir qadınla ailə münasibəti qurur. Bu keys mən digərlərində də sualım ondan ibarətdir ki, normaldır mı yoxsa normal deyil? Özünü müxtəlif pis yollardan çəkindirmək istəyən varlı bir oğlan niyə görə 17 yaşında evlənməsin, misal üçün? Biz adətən düşünürəm, orada haqsızlıq var. Bir də erkən nikah deyəndə biz daha çox qadınların erkən nikahına danışırıq, nəinki oğlanların erkən nikahı. Mən düşünmürəm ki, bizim cəmiyyətdə varlı bir 17 yaşlı teenagerin 22 yaşlı qadından evlənməsini kimsə pisləyər, misal üçün. Ondan böyük bir nəsə problem törətsinlər. Bu tamamilə düzgündür, çünki kişilər israf olunan materialda onlara qarşı o qədər də qayğı göstərilməməlidir.